Açılmır. Herkese selam, kanalıma hoş gəlmisiniz. Bugün belə böyük bir bağlamam var, onu birlikte çəkəcəyik. Amma istəyirəm kiçiklərdən başlayaq. Belə bir kablo sifariş eləmişəm köhnə telefonum üçün. Odur. Belə. Hətta telefon da buradadır. Belə bir şey oldu. Keyfiyyət cəhətindən yəni normal kablodur. Var keyfiyyət, aşağı keyfiyyət deyə bilmərəm. Bu görün necə gözəl bir şeydir. Zəng gəldi deyə video yarıda kəsildi. Bunu göstərirdim sizə. Belə bir qutudur. Baxın, o qədər gözəldir. Qoxuları da biri lavanta çiçəyi qoxusudur, şamdır. Heç demədim bu nədir. Açılmır. Bu lavantadır. Bu kakosdur. Ay, çox gözəldir. Bundan birini özümə mütləq sifariş verəcəm. Həqiqətən çox. Adam yemək istəyir də, yəni şam niyyətinə yandırma, sadəcə ye. Baxın, bunu belə bir başına bir nə iş gəlib artıq mən bunu bilmirəm. Skoçlanıb, açılıb hətta içindən məhsullarım da görsənir. Nəysə, bilmirəm, kargoda olub ya harda olub, bilmirəm. O qədər də rahat açıldı ki, bunu araşdırım gərək. Belə bir eynək qutusu qarşılayır bizi. Bir dənə qara, bir dənə ağ. Bunu qızım üçün sifariş vermişəm. Baxın, bunu verdim. Məhsulların paketi ilə skoçu bir-birinə yapışdırmışlar. Bu körpələr üçün 10 cüt, yəni corabdır. Bunları da 3 manat 15 qəpiyə sifariş vermişəm. 10 cüt corabı. Bu qızım üçün sifariş vermişəm. Belə bir şaldır. Hicab, yəni hicablı olduğu üçün şaldır. Belə bir şal vardı. Materialı çox qəşəngdir. Həqiqətən sərin bir materialı var. Bu, amma M razmer yazılıb, M razmer sifariş eləmişdim. Amma M elə də gedər. Bu, mən bundan daha öncə də sifariş vermişəm Tem'dən. Çox qəşəngdir. İnandırım sizi. Qoxusu paltarların üstünə çox qəşəng qalır. Qəşəng məhsuldur. Məncə bunu sifariş verə bilərsiniz. Burada 60 ədəd var. 60 ədədini 3 manata vurmuşam. Bu nədir? Bu qızım üçün ay nə gözəldir bu. Rənginə bax, çitili-pitili. Atası Mickey Mouse xoşlayır deyə, yəni Mickey Mouse qızına yaraşdırdığına görə Mickey Mouse şeylərə daha çox üstünlük verirəm. Çünki atası sevir, neyini. Bunu da bacım üçün sifariş vermişəm. Bu da M razmerdir. Belə bir şal vardı. Amma onu deyim ki, iç göstərən bir materialı var. İç göstərir. Yəni buradan etiketini falan da görə bilirəm. Materialı da mənə elə gəlir ki, yuyulandan sonra bu yığıla bilər. Ona görə bunu almırıq. Məhsulların linklərinin hamısında aşağıda açıqlama hissəsində həmişə bütün videolarımda qoyuram. Bu yadıma düşdü. Lasindir. Qızım üçün lasin sifariş vermişəm. Bu niyə bu qədər balacadır? Baxın, bu da boz rəngidir. Eyni lasinin boz rəngidir. Amma onu deyim ki, çox balacadır. Mən 1-2 yaş üçün almışam. Düzdür, tam 1 yaşa gedər. Amma artıq 1 yaş yarım, 1 yaş, 2 yaşa məncə bu çox qısadır. Amma material çox qəşəngdir, həqiqətən. TikTokda və Instagramda məni takip edənlər, yəni məndən sıxılmasınlar deyə, məşhur abonetumu hamı bilir. Səhra rəng. Mən dedim hamı sıxılmasın. Bir dənə də belə bir pandalı sifariş elədim. Bundan sonra məni bu videolarda, YouTube videolarında yox, TikTok və Instagram videolarında belə görə bilərsiniz. Bir paketimizin, daha doğrusu 2 paketimizin sonuna gəldik. Deməli, bu böyük paketimiz var. Gəlin onu birlikdə açaq. Bunu da eyni qaydada skoçlayıblar. Mənə çatmır. Elə mənə gələn məhsulları görəsən belə skoçlayırlar. Buna bax. Buradan, hər yerdən skoçlayıblar.
yəni açılıb, paket açılıb, ona görə skoçlayıblar. Mən başa düşə bilmirəm. Mənə göndərilən məhsullarla bunların nə alıb vermədiyi var. Amma indi bunu bildim ki, bu sifariş verdiklərimin hamısı Kangodan idi. Amma bu Limakdandır. Deməli, bu gömrük tərəfindən açılır, sonra skoçlanır. Yəni elə düşünürəm. Çünki kargo tərəfindən, yəni kargonun biri açıldı, ikisi açıldı. Bu haqda məlumatınız varsa mütləq yorumlarda yazın. Görürsən bu nədir? Bu arada heç video başlayandan deməmişəm. Mən bunu açana qədər siz də bəyənməyi, yorum yazmağı və ən əsası da kanalıma abunə olmağı unutmayın. Siz kanalıma abunə olun ki, mən də həvəsləndim, daha çox sifarişlər vurum, kocamı daha çox rasvada salım. Bu bildim nədir? Çox qəşəngdir bu. Görəsən qırıq deyil ki. Ay. Çox qalındır. Mən çox nazik bir şey gözləyirdim. Baxın bu belə. Bu yəqin ki bildiniz artıq nədir. Məncə sifariş eləmək istəyən kimsə varsa, mən deyim siz bilin ki, yəni ağızları tam oturur, hava keçirtmir. Baxın, belə də sizə göstərim, tam hündürə qoymuşkən. Belə də göstərim sizə. Bir dəqiqə bunu açım gəlirəm. Yəni o qədər çətin açdım, o qədər çətin açdım ki. Ay mən nə gözəl şeylər sifariş vermişəm. Bu arada bunların hamısını hədiyyə sifariş vermişəm. Çox qəşəngdilər. Bunu da bəyəndim. Buna da 5 şuxa, 10. Bunu çox çətin açdım. Onu vəbşə, o biraz da nazik materialdır. Düşünürəm ki, ona görə o qədər bərk-bərk paketləyiblər. Bu nə idi görürsən? Bu orqanizerdir. Bunu da hədiyyə almışam. Mənə həqiqətən bu çox maraqlıydı ki, iminli bu hissələri nə gələcək. Çox bərk bir materialdır. Üzərində belə bir klonka var, bunu çıxardırsınız. İndi sizə bunu da göstəreyim. Orqanizer. Baxın, bu şəkildə görsənir. Məncə çox qəşəngdir, çox da keyfiyyətlidir həqiqətən. Yəni oradan aldığım qiymətə görə çox uyğundur. Yəni burada bu iminli bunu və digəri də var, onu da sifariş vermişəm. Buradan soruşanda, maraqlananda 29-32 manat civarı idi. Yəni satış yerindən asılı olaraq dəyişirdi təbii ki. Bunu çox bəyəndim. Bir dənə də böyük var. Bu da onun 3 mərtəbəlisi olmalıdır. Bunu bir də maraqlı bir şey oldu. Onu sifariş verəndən sonra bilirsiniz ki, Temuda sifarişi vurandan sonra 12 saat ərzində sifarişinizə yeni birini əlavə edə bilirsiniz də. Mən də bunun qiymətinə baxmaq üçün səbətə atdım. Səbətə atanda orada bir klikli ödəniş yazılır axı. Ona basmışam və bunu da sifariş vermiş oldum. Mən də dedim ki, hədiyyə verəcəyim insana ikisini də göstərərəm. Hansını bəyənsə, ya 3 mərtəbəni, ya 1 mərtəbəni, hansını bəyənsə onu götürər. O birisini də özüm üçün istifadə edərəm. Bu da belə 3 mərtəbəlidir. Onu deyim ki, bu həqiqətən bərk bir material. Mən elə bilirdim ki, plasmas bir şey gələcək, amma yox. Yəni bildiyiniz bərk bir materialdır. Yəni qırılan bir material deyil. Bunu da bəyəndim mən. Çox qəşəngdir. Burada şəklini bura bir yerə qoyaram. Bu nədir? Bunu çıxartmaq istəmirəm. Çünki çıxartsam yığmaq lazımdır. Mən bunu yığana qədər də qızım yuxudan duracaq və ortalığı bir-birinə qatacaq. Burada gəlin bunları göstərim sizə. Tort üçün və yaxud da ad günü qeyd edəndə kekslərin falan üzərinə vurmaq üçün bunlar, baxın, belə maşındır, dollar. Bilirsiniz də, mənim dollar sevgimi mənə tanıyanların hamısı bilir. Dollar. Sentyabrın ayında həm həyat yoldaşımın, həm də mənim ad günümdür. Ən son məhsul, ev geyimi. Baxaq görək. Necə materialda gəlir. Nə qəşəng. Materialı o qədər yumuşaqdır. Həqiqətən çox qəşəngdir. Baxın, bilmirəm, buradan göstərəndə materialını başa düşə bilirsiniz, yox. Çox qəşəngdir. Tikişləri də çox qəşəngdir. Qırıq sapları falan heç nə yoxdur. Ən azından koftasının üzərində yoxdur.
Bu da belə bir şortikidir. Bu formada. Bu da eynidir elə. Tikişlərində zətdə də belə sıxıntılı falan heç bir şey yoxdur. Həqiqətən bunu çox bəyəndim. Material da çox qəşəng gəlib. Bundan öncə də belə ev geyimi sifariş vermişdim. Amma o material çox pis gəldiyi üçün geri qaytarmışdım. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Belə videolarını daha çox görmək istəyirsinizsə kanalıma abunə olmağı, videonu bəyənməyi, bildirimləri açmağı, yorum yazmağı da unutmayın.